patron, verin patron. Lan kocama! Ben gittim o meçhine girdim. Orada gördüğümü hiç kez görmez. Deyirdim Allah Taala, kaş bircə dəfə gedib Xocalımı görəydim. Şükür, içindəyik, torpaqlarımız alındı. Lay lay Xocalım lay. Təsəvvür edirsiniz, o mühasirədə, o mesela ananın müsibətin, ananın şivənin, o gözlərimin qabağından heç vaxt geçmir. 33 il keçdi və biz Xocalıdayıq. Bu dəfə biz qalib kimi qayıtmışıq. Qayıtmışıq, hə. Xocalıya qayıtmışıq. Yenə qayıdırıq. Bu dəfə düz 33 il əvvəlin bu gününə. Müsahiblərim Məlahət xanım, Xalidə xanım və Zahid müəllimlə birlikdə. Onlar haqqında sizə uzun-uzadı məlumat verməyəcəm. Çünki nə lazımdır, necə lazımdır, onlar danışacaq. Bizə isə ancaq və ancaq dinləmək düşür. Soyuqqanlı, emosional, kövrələrək və ya ağlayaraq. Bunu sizin ixtiyarınıza buraxıram. Bax, gördüyünüz o istiqamətdən, bu istiqamətdən Xocalıya hücum edilmişdir. Mənim bərabər döyüşən əsgərlərin mövqeyləri, bax, bu gördüyünüz ərazidən bax, 150 metr aralıda dəmir yol stansiyası var idi. Dəmir yol stansiyasında olmuşdu. Qızğın döyüşlər gedirdi, çox qızğın. Həm bizi aeroport tərəfdən, həm Həsənabad deyilən, bax, görülən kənd tərəfdən şiddətli atışa tutmuşlar. Bütün Xocalının hər tərəfi erməni kəndi. Bax, o tərəfdən də gəlirdilər. Bax, cəmaatın çıxan tərəfi. Demək görməmişəm, o qayaları çıxmışım. Qayalardan belə, koldan bax, belə tuturam. Uşağın biri dalımda. Belə tuturam, çıxıram yuxarı. Birdən adam nəyə sürüncür? Qarıdır. Sürüncür yumalanıb düşürük təzdən dibinə. Bir də çıxırsan. Çıxdıq, bax, o düz biyaban kimi yer vardı orada. Düz, belə düz kimi yer. Ora çıxdıq ki, millət hamı toplaşıb ora. Hamı toplaşdı, indi üzü ayna gedib. Xocalı cəmaəti oradan gecə ilə töküldülər çaya, düz meşənin dibi ilə, çayın qırağı ilə. Ağdam istiqaməti. Ağdam, özdə həmən gecə qar buradan, qar yağır, çoyğun yağır. Elə bil ki, həmən gecə yerlə göy birləşmişdi, həmən gecə. 17 nəfər mənim tayfamdan, 17 nəfər itki vermişəm, inanın, oğlum. 5 nəfər baldızımı dedim, böyük baldızım, oğlu polisidir, oğlu Gülnaz, Gülbahar, 5 nəfər də onlardan, qaynım arvadı, qaynımın qızı, qardaşım, oğlum, yoldaşım. Bu deyib, bura gələn oğlanın baldızım oğludur. Baldızımın yeznəsi, nəvəsi, hamısı döyüşdə qaldı. Hamısı meşələrdə qərq oldu. Heç mən onları gətirə də bilmədik, Dəhrazda qaldı hamısını. İndi o kütləvi məzarlar var, onlarda da mənim oğlum da bəlkə də oradadır. Mən bir gün burada qalmağa hazıram. Bax, bir gün siz gedərsiniz, mən qalaram. Bir dənə yatmağa yerim olsun ki, qalam. Tikintiyə də kömək edərəm, fəhləlik də edərəm. Baxmayaraq 65 yaşım var. Əlimdən gələn köməyi Xocalının bərpası üçün eləməyə hazıram. Mən o prezidentimi görəydim, mən onun əllərindən öpəydim. Öz də mənə, bizim hər fevrala yaramız qanıyır da. O bizim yaramızın üstünə dərman tökür. Axmır, qan axmır yaramdan. Mən də müsahiblərimlə müqayisədə onların təbric edəsəm, gələcək nəsiləm. İşğal dövrünü onlar gördü, azad dövrüm mən. Qarabağda çox çəkilişlərdə olmuşam. Amma yəqin ki, bu görüntülər yadımdan heç vaxt çıxmayacaq. Biz Xocalı qəbristanlığındaydıq. Qəbirlərin hamısı dağıdılmışdı. Onlar yaxınlarının məzarlarını necə axtarırdılar. Bir bu görüntülərə baxın.
Xocalıda soyqırım məzarlara qarşı da törədilmişdi. Yaxşı ki, elədi, pozulmayıb qalıb, yoxsa nə bilərdik. Oğlum Məhərrəmdən yadigar qalıb. Ta demirsə Məhərrəm özü yoxdur. Biz bugün Xocalıdayıq. Və yaralarımız heç vaxt sağalmasa da, ən azından ondan daha qan axmır. Xocalı çox soyuq idi. Amma bizim idi. İndi bu qəbristanlıqda torpağın altında yatan bütün şəhidlərimizin ruhu şaddır. Biz bugün buradayıq. Bugün Xocalıda 112 ailənin, 562 nəfərin daimi məskunlaşması təmin olunub.